Məlumata görə hazırda minlərlə Rusiya vətəndaşı Gürcüstan və Ermənistanda mənzil axtarır. Bu tendensiya hər hansı rəsmi səfərbərlik qərarı ilə bağlı deyil. Səbəb belə bir qərarın veriləcəyi ilə bağlı narahatlıqlardır. Hazırda Rusiyada yeni səfərbərlik elan edilməsə də, Dövlət Dumasına seçkilərdən sonra yeni çağırış ola biləcəyi ilə bağlı yayılan xəbərlər insanların ölkədən çıxış yolları axtarmasına səbəb olur. Bu prosesdə Tbilisi əsas istiqamətlərdən birinə çevrilib. Müstəqil Vajnaya İstoriya xəbər agentliyinin məlumatına görə Gürcüstanın paytaxtında Rusiya vətəndaşlarının uzun müddətli mənzil kirayəsinə tələbi ötən illə müqayisədə 20-dən 30-a qədər faiz artıb. Nəticədə şəhərdə orta icarə haqqı hər kvadrat metr üçün təxminən 12,3 dollara yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 2 dollardan çox artım deməkdir. Hesabata əsasən İrəvanda mənzil tələbi daha sürətli artıb və 35%-ə çatıb. Daşınmaz əmlak agentlikləri hər gün bir neçə yeni müraciət qəbul etdiklərini bildirirlər. Mənzil agentləri Rusiyalılar arasında fərqli yanaşmaların olduğunu deyirlər. Onların sözlərinə görə bəzi şəxslər mümkün səfərbərlik halında qiymət artımından qorunmaq üçün uzun müddətli kirayə müqavilələri bağlayırlar. Digərləri isə çağırışın yalnız Duma seçkilərindən sonra ola biləcəyini düşünərək qısa müddətli qalmağa üstünlük verirlər. Bu təkcə mənzil bazarında müşahidə olunan tendensiya deyil. Məlumatlar Rusiyanın gömrük statistikası ilə də üst-üstə düşür. Belə ki, hər gün 20 minə yaxın Rusiya vətəndaşının Lars sərhəd keçid məntəqəsindən Gürcüstana keçdiyi bildirilir. Gürcüstan parlamentinin komitə sədri Levan Maçaşvili isə bu narahatlığı rədd edib. O bunu siyasətçilərin yaratdığı bir stəkan suda fırtına adlandırıb və sərhəddəki hərəkətliliyin adi turist mövsümü ilə bağlı olduğunu bildirib.